Salam əziz abituriyentlər. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Mən bugün sizlərə 1 iyun 2025-ci il tarixində 4-cü qrupların 1-ci blok imtahanında hazırlanan sualların cavablarını izah eləyəcəm. Düzdür, etalonlar verilib. E, Yenə də yəni hər hansı bir sual qaranlıq qalıbsa izləyə bilərsiniz. Başlayıram birinci sual ilə. Deməli, birinci sualda bir hüceyrəli göbələklər. Biz bilirik ki, bir hüceyrəli göbələklərə mukor, bir də maya göbələyi aiddir. Bu 7-ci sinif dərsliyində var. 7-ci sinif dərsliyində verilir. Bunların bir-bir şəkilləri, məsələn, birinci penisil, ikinci qov göbələyi, üçüncü türkü qulağı göbələyi, dördüncü deməli mukor göbələyi, yəni aktiv göbələyi, beşinci isə maya göbələyidir. Bizdən də bir hüceyrəliləri soruşduğuna görə işarələyəcəyik 4 və 5-i, yəni aktiv göbələyi ilə maya göbələyini. Birinci sualda cavabımız olacaq D variantı. Keçdik ikinci sualımıza. Hansı mülahizə yanlışdır? Səhv olanı axtarırıq. Deməli, birinci baxırıq, ensefalit törədicisi. Ensefalit törədicisi viruslardır. Deməli, X olacaq virus. Keçiricisi gənədir. Gənə. Keçdik yuxu xəstəliyinə. Yuxu xəstəliyinin törədicisi bir hüceyrəli heyvanlardır, bir hüceyrəli heyvanlardır və bunu da yayan milçəklərdir, sese milçəkləridir. Yəni əslində yuxu xəstəliyin bir hüceyrəli heyvan, yəni tripanosomdur. Onu yayan isə sese milçəklərdir. Gəldik sonuncu taun. Taun törədən bakteriyalardır. Onun keçiriciləri, yəni onu yayanlar isə birədir. Bu da 10-cu sinif dərsliyində bizə verib. İndi biz buna əsasən yanlış cavabı tapmalıyıq. Səhvi, yanlışı. X, M, Z eyni aləmə aiddir. Baxaq görək X nədir? X virusdur. X ümumiyyətlə canlılar aləminə aid eləmirik. X yəni viruslar hüceyrəsiz həyat formalardır. M bir hüceyrəli heyvandır, yəni tripanosomdur, heyvanlar aləminə aiddir. Z isə bakteriyalar aləminə aiddir. Elə birinci sualımız nədir? Səhvdir, yəni birinci variantımız səhvdir. Gəlin o birilərinə baxaq. M və K eyni aləmə aiddir. M heyvanlar aləminə aiddir. K heyvanlar aləmi birə də heyvandır. Həşaratlar sinifinə, buğmayaqlar tipinə aiddir. Doğrudur. M və Z müxtəlif aləmlərə aiddir. M baxırıq heyvandır, Z bakteriyadır. Doğrudur. Z və K müxtəlif aləmlərə aiddir. Z nə götürdük? Bakteriya. K nəyi götürdük? Birə, yəni heyvanlar aləminə aiddir. Doğrudur. Y, N, K eyni aləmə aiddir. Y gənədir, heyvanlar aləmi. N milçəkdir, heyvanlar aləmi. K birə, deməli heyvanlar aləminə aiddir. Keçdik üçüncü suala. Qıcı, qatır quyruğu və planların oxşar cəhətləri. Bunlar qıcı kimilər şöbəsinə aiddir. Alisporlu bitkilərdir. İlk dəfə bunlarda əlavə kök, yan kök əmələ gəlmişdir. Saçaqlı kök sistemi bunlarda əmələ gəlmişdir. Bu kimi xüsusiyyətləri var. İndi baxaq, mil kök sistemi bunlarda toxum yoxdur. Toxum olmadığına görə mil kök sisteminə rast gəlməyəcək. Meyvə kökə rast gəlməyəcək. Meyvə kök çünki əsas kök və gövdənin aşağı hissəsindən demişik inkişaf edir. Əsas kök yoxdursa, toxum yoxdursa, əsas kök yoxdur. O da yoxdursa meyvə kök yoxdur. Saçaqlı kök sistemi bəli, hər üçü üçün saçaqlı kök sistemi xarakterikdir və saçaqlı kök sistemində ilk dəfə qıcı kimilərdə əmələ gəlib deyirik. Keçdik dördüncü suala. Verilən canlı üçün doğru mülahizələri müəyyən edin. Verilən canlı balıqdır və balıq üçün doğru olanlara baxırıq. Ürək boşluğunda bir növ qan var. Bəli, biz demişik ki, balığın ürəyi 2 kameraldır. Bir qulaqcıq və bir mədəcik vardır və onun ürəyində yalnız venoz qan var. Bir növ qan var. Bir doğrudur. Keçdik, biz doğrunu axtarırıq. Uzun borulu sümükləri var. Bunlar da üzgəclərdir. Üzgəclərdə də uzun borulu sümüklər yoxdur. Uzun borulu sümüklər ilk dəfə əmələ gəlib suda, qurda yaşayanlarda. 2 səhvdir. 2 olan cavabları avtomatik silirəm. Qarın aortasında venoz qan axır. Bəli, dedik ki, ürəyində venoz qandır və qarın aortasından çıxır. Deməli, qarın aortasında da venoz qan olur. Ürəyində qulaqcıq və mədəciklərin say nisbəti 1-2-dir. Biz dedik ki, balıqların ürəyi 2 kameraldır. Bir qulaqcıq, bir mədəcik var. Ona görə də 4 də səhvdir. 4 olan variantı da silirəm. Xarici mayalanma mövcuddur. Bəli, biz demişik ki, balıqlar deməli, əsasən də sümüklü balıqlar kürüsünü suya axıdır və
Bunlarda həmin o spermatozoidlərdə suda kürünü mayalandırır. Yəni mayalanması xaricidir, doğrudur. Onurğa sütunu iki hissədən ibarətdir. Xeyr, üç hissədən ibarətdir. Bu səhvdir. Fikrimdə iki hissəni tutmuşdum. İki hissədən ibarətdir. Deməli, gövdə və quyruq hissəsindən. Cavab oldu 1, 3, 5 B variantı. Beşinci sual, hansı canlılarda hüceyrə divarına rast gəlinir? Ümumiyyətlə biz canlılar aləmində deyəndə demişdik ki, bir dənə heyvanlar aləmində hüceyrə divarı yox, xarici, yəni qılaf qlikokaliksdir. Qalanlarında isə xarici qılaf hüceyrə divarı adlanır. İndi biz də hüceyrə divarı olanları axtarırıq. Parmeliya şibiyadır. Şibiyanın tərkibində göbələk var. Göbələk varsa hüceyrə divarı var. Lambliya heyvanlara aiddir. Bir hüceyrəli heyvandır. Onlarda glikokaliks olur xarici qılaf. Siyanobakteriya. Bakteriyalarda da biz demişdik göbələk, bitki, bakteriyada xarici qılaf hüceyrə divarıdır. Olar. Plevrakok yosundur. Hüceyrə divarı var. Amöb isə heyvanlara aiddir. Onlarda glikokaliks olur. 1, 3, 5 cavab oldu D variantı. Növbəti sual, deməli, 6-cı sual. Həzm sistemi yalnız bir dəliklə xarici mühitlə əlaqəli olanlar. Deməli, həzm sistemi bir dəliklə deyirsə, deməli, bunlarda qida ağızdan daxil olur, ağızdan xaric olur. İki dəlik, yəni ağızdan daxil olsun, anal dəliklə xaric olsun. Bir dəlikdir, yəni qida iki istiqamətdə hərəkət edir burada. Biz də bilirik ki, sap qurdlara qədər anal dəlik yox idi. Ona görə də sap qurdlara qədər hansı canlılar varsa onu seçəcək. Yəni yastı qurdları seçə bilərik, bağırsaq boşluqları seçə bilərik. Ağ planari, qaraciyər sortusu elə bunlar A variantı doğrudur 6-cı sualda. Çünki bunlarda deməli bir dəliklə xaricə açılır. Növbəti variantlara baxaq. Məsələn, askaritdə anal dəlik var, soxulcanda anal dəlik var. Yenə soxulcanı atıram, nireid də həlqəvi qurdlara aiddir. Onlarda da anal dəlik var. Ona görə də həzm sistemi iki dəliklə xarici mühitlə əlaqələnir. Ağız, bir dəlik ağızda, bir dəlik də anal dəlik. Gəldim 7-ci suala. Ehler-Wenning diaqramına əsasən uyğun bədləri müəyyən edir. Yaşıl çiçəkli söyüd, adi şam. Biz demişdik ki, söyüd iki evli bitkidir. Yəni, bunun bir bitkisinin üzərində yalnız erkəkcikli çiçəklər var, bir bitkisinin üzərində yalnız dişicikli çiçəklər var. Əgər yaşıldırsa, deməli bu dişi bitkidir. Yaşıl dişidir, sarı erkəkdir. Adi şamda indi onun bir-bir xüsusiyyətlərinə baxırıq. Deməli, mayalanma baş verir. Yaşıl dişidir, burada mayalanma baş verəcəkdir. Şam ağacında da bəli, mayalanma baş verir. Ona görə də ikisi üçün ortaq xüsusiyyət 3-ə yazdım A. 3 növ generativ orqana malikdir. Şamda generativ orqanlardan toxum və qoza demişik. Amma yaşıl çiçəkli söyüd örtülü toxumlara aiddir. Burada həm toxum, həm meyvə, həm çiçəyə rast gələcəm. Dişidir. Amma erkək olsaydı deyə bilməzdim bunu. Çiçək deyəcəkdim, onun üzərində rast gəlinir. 3 növ generativ orqana 1-ə yazdım B. Keçdim C variantına. Tozcuq kisələri var. Tozcuq kisələri çılpaq toxumlara xarakterikdir. Demişik ki, bir pulcuğunda 2 dənə nəyi var? Tozcuq kisəsi var. Tozlanma baş verir. Hər ikisində tozlanma baş verir. Ona görə də 3-ü yazdım D-yə. D-ni yazdım 3-ə. 3 növ vegetativ orqana malikdir. İstər örtülü toxumlar, istər çılpaq toxumlar. Bunlarda 3 növ vegetativ orqana rast gələ bilirik. Ona görə də cavab oldu Y. Düzdür, örtülü toxumlarda istisnalar var. Bir növ vegetativ orqanı olan var, məsələn, qızılı sarmaşıq. 2 növ vegetativ orqan var, amma bizə verildiyinə əsasən biz 3 növ vegetativ orqan hər ikisinə rast gələ bilirik. Ona görə də oldu, deməli, 1B, 2C, 3AD'ye cavab oldu B variantı. Gəldik 8-ci suala. Hansı mülahizə doğru deyil? Deməli, biz 8-də səhv axtarırıq. Baxaq, bəzi suda yaşayan məməllərin tük örtüyü olmur. Bəli, məsələn, balinalarda. Suda yaşayan məməllər ağciyərlərlə tənəffüs edir. Bəli, bütün məməllər ağciyərlə tənəffüs edir. Bəzi suda yaşayan məməllər quruya çıxır. Bəli, bunu da 7-ci sinif dərsindən öyrənmişdik. Suda yaşayan məməllər yalnız suda çoxalır. Doğru deyil. Suda yaşayan məməllər quruda çoxlanan nümayəndələri də var. Keçdik 9-cu suala. Bağırsaq boşluqlar tipinə aid canlılarda rast gəlinən şəkildəki hüceyrə haqqında verilən ifadələrdən hansı yanlışdır? Yenə səhv axtarırıq.
Aha, baxaq. Deməli, bu hansı hüceyrədir? Bu dalayıcı hüceyrədir. Dalayıcı hüceyrə ektoderma qatında olan hüceyrədir. Yəni xarici qata aid olan hüceyrələrdir. Deməli, bu iki dalayıcı sapıdır. Bir isə həssas tükcüktür. Bu kapsuldur. Kapsulun içərisində maye var və həmin bu dalayıcı sapda onun içərisində yerləşir. Baxırıq. Deməli, səhv axtarırıq. Vəzili hüceyrələr ilə eyni qatda yerləşə bilməz. Vəzili hüceyrələr endoderma qatında yerləşir, amma bu ektoderma qatında yerləşir. Bu doğru cavabdır. Biz səhv axtarırıq. Dəri əzələ hüceyrələri ilə yanaşı yerləşə bilər. Hər ikisi ektoderma qat hüceyrəsidir. Bu da doğrudur. 2-nin kapsuldan çıxması üçün bir qıcıqlanmalıdır. Bəli, dalayıcı sapın kapsuldan çıxması üçün bu həssas tükcük qıcıqlanmalıdır. Bu da doğrudur. Aralıq hüceyrələrdən əmələ gəlir. Bəli, biz demişik ki, ektoderma qatının hüceyrəsi olan aralıq hüceyrə digər hüceyrələrə başlanğıc verir. Bədənin hər iki qatında yerləşir. Bu səhvdir, çünki bu bədənin yalnız ektoderma qatında yerləşir. Endoderma qatında dalayıcı hüceyrəyə rast gəlmirik. Keçdim 10-cu sual. Mürəkkəb refleks qövsündə iştirak edən 3 müxtəlif növ neyron sinir impulsunu bir-birinə ötürür. Hansı neyronlardır? Hissi neyronlar, ara neyronlar, hərəki neyronlar. Hissi, ara, hərəki. Aha, refleks qövsünün hansı hissəsində bu neyronların arasında sinapslar yarana bilər? Yadımıza salırıq ki, ara neyron hamısı bütövlükdə, yəni bir neyron hansı hissələrdən ibarətdir? Bir neyronun cismi var, dendritləri var, bir də çıxıntısı var. Bunlar bir neyronun quruluşudur. Ara neyronun bütün bu bir neyronun hissələri, yəni 3 hissəsinin üçü də yerləşir mərkəzdə. Hərəki neyronun, buradan yazıram, aranın dendriti, cismi, aksonu. Hərəki neyronun isə hərəkinin dendriti cismi mərkəzdə, aksonun bir hissəsi mərkəzdə, bir hissəsi kənarda. Hissinin isə dendriti və cismi kənarda, aksonunun da bir hissəsi mərkəzdə, bir hissəsi kənarda. Deməli, hər üç neyronun bir-biri ilə sinapslar yarada biləcəyi yer mərkəzdir. O da nə ilə qeyd olunub? Z ilə qeyd olunub mərkəz hissə. Davam edirəm. 10 sualımız bitdi. Növbəti suallara keçirəm. 11-ci sual. Baxırıq. Buğdanın çiçək qrupu. Biz bilirik ki, buğda mürəkkəb sümbül çiçək qrupu buğdada var. Ona görə də bax A ilə B mürəkkəb sümbülə aiddir. Bu sadə salxıma aiddir. Bu qıçadır. Deməli, bu da sadə salxımdır. Bizə qaldı A və B variantları. Sonra Vavilova görə mənşə mərkəzi. Vavilova görə mənşə mərkəzi Cənub-Qərbi Asiyadır. Hansı ki, Azərbaycanda bura aiddir. Buğdaydır, üzümdür, yemişdir, buradadır. Deməli, Cənub-Qərbi Asiya ilə B variantıdır. Baxaq sonra çiçək düsturunun struktur elementlərinin cəmi. Buğda taxıllara aiddir. Biz nə yazırdıq? 2 çiçək pulcuğu, 2 çiçək pərdəsi, 3 erkəkciyi, 1 dişiciyi. Cəmi 4, üstəgəl 3, üstəgəl 1, 8. Bəli, həqiqətən də cavab nə oldu? B variantı oldu. Keçdik 12-ci suala. Sxemdə verilmiş proses sağlam insanda harda baş verir? Yağ turşusu və gliserina parçalansın. Həzm sistemini keçəndə əsas kimyəvi həzm gedən orqanlar ağızdır, mədədir və nazik bağırsaqdır. Burada deməli, ağızda yalnız karbohidratlar həzmə uğrayır, mədədə deməli, zülallar, bir də heyvan mənşəli yağlar həzmə uğrayır, nazik bağırsaqda isə hər üçü həzmə uğrayır. Variantlarımıza baxanda yoğun bağırsaqda deyil, yalnız mədədə və yoğun bağırsaqda və yalnız dediyinə görə nazik bağırsaqda var. Nazik bağırsaqda ola bilər, ağız boşluğunda deyil, yalnız mədədə deyil. Ona görə də cavabımız nə oldu? Deməli, nazik bağırsaqda. 13-cü sual. Bu, deməli, dərsliyimizdə yenə bunun şəkli var. Ümumiyyətlə, burada istifadə olunan şəkillər demək olar ki, dərslikdə eyni şəkillərdir. Ona görə də dərsi oxuyanda mütləq şəkillərə diqqət eləmək lazımdır. Deməli, birinci mantar qatıdır. Mantar. 2, baxın, mantarın altındakı bu canlı hüceyrələrdir. 2 isə kambi qatıdır. Kambi. 3 də baxın, halqalar yerləşir burada. Deməli, hansı qatdır? Oduncaq qatıdır. Və daha böyük qatdır. İndi gələk bir-bir variantlarımıza baxaq. Qeyri-üzvü maddələri daşıyan borucuqlar. Qeyri-üzvü maddələri daşıyan borucuqlar ksilema boruları və yaxud da gövdədədirsə oduncaq borularda deyə bilərik. Qeyri-üzvü maddələri daşıyan borucuqlar yerləşdi oduncaqda. 3-ə yazdım A. 3A olmayanları avtomatik silirəm. Aha, 2 dənə variantım getdi. Gövdənin eninə böyüməsini təmin edir.
Kambi qatının hüceyrələri törədici toxuma hüceyrələridir. Daim bölünür və gövdənin enlə böyüməsini təmin edir. Dərsliyimizdə olan bir cümlədir bu. 2-yə yazdım B. 2-də B olmayanları silirəm. Sildim. 2 dənə variant qaldı. Qabıq və oduncaq hüceyrələri yaradır. Demişik, kambi qatının hüceyrələri, kambi yerləşir qabıq və oduncaq arasında, daim bölünür, həmçində kambi və, daha doğrusu qabıq və oduncaq hüceyrələrini əmələ gətirir. Yazdım 2B, C. İllik halqalar yerləşir. İllik halqalar kambi qatının hüceyrələrinin bölünməsi hesabına əmələ gəlir, amma yerləşir oduncaqda. Mərciməklər yerləşir mantarda. Mantardırsa örtük toxumasının bir hissəsidir. Qabığın üzərini, qabıq qatının üzərini mantar örtür. Deməli, çox illik gövdələrdə. Ona görə də 1-ə də yazdım Y. 1Y, 2BC, 3AD, 13-də cavabımız oldu D variantı. Keçdim 14-cü suala. Nəsil şəcərəsində insanların qan qruplarının fenotipi verilmişdir. 4-cü qan qrupu A, B. İkinci qan qrupunu yazmıram. A da yaza bilərəm, A0 da yaza bilərəm. Ona görə də yazmıram. Mən əsas 4-cü qan qruplarını yazıram. Abi, yəni mən bunu konkret bilirəm də. 4-cü qan qrupunun bir dənə genotipi var. Birinci qan qrupunun bir genotipi var, bir də 4-cü qan qrupunun bir genotipi var. Ona görə də bunun əsasında davam edəcəyik digərlərinə baxmağa. Deməli, 4-cü qan qrupu nəyi deyil, bizdən nə istəyir? Qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. Aha, yəni homozigotdur, yoxsa heterozigotdur. Mən bunu dəqiq təyin edə bilməyim. Baxaq. Deməli, bu 4-cü qan qrupu ilə 2-ci qan qruplu insan evlənib, onların həm 2-ci qan qruplu, həm də 3-cü qan qruplu övladları dünyaya gəlib. Burada mütləq ki, birinə A-sını verəcək, yəni bu AB-dən birinə ya A-nı verir, ya B-ni verir. Elə deyil. İkinci qan qrupdursa A-sını verə bilər bu və yaxud da bu 3-cü qan qrupdursa B-sini verə bilər. İndi nəyə diqqət eləyirəm? Bu ikinci qan qrupudur. Yəni burada A mütləq var. İkinci qan qrupu. İndi A A'dır, yoxsa A sıfırdır. Baxın, əgər bu A olsa, bax ehtimal buradan yazıram. A olsa, bunun A'sı ilə birləşəndə bəli, A ikinci qan qrupu yarana bilər. Amma bunun B'si ilə birləşəndə burada 4-cü qan qrupu olmalıydı. Amma məndə nə var? B var. Onda mütləq ki, bura A0 yazmalıyam ki, buradan 3-cü qan qruplu uşaq dünyaya gələ bilsin. Onda mən deməli nə yazdım? İkinci qan qrupu bu valideyn, ata A0 genotipindəymiş. Bunun doğulan oğlu, hansı ki 2 ilə işarə olunub, o B0 genotipidir. Bəs bu birinci bir rəqəmi ilə yazılan ikinci qan qruplu qız uşağının genotipi nədir? Baxaq. Atadan A'nı, anadan da A'nı ala bilər. A da ola bilər. Atadan yenə A'nı, anadan 0-ı alıb A0 da ola bilər. Deməli, mən bu birinci işarələnən qız, ikinci qan qruplu qızın genotipini dəqiq bilmirəm ki, bu A kimidir, yəni homozigotdur, yoxsa heterozigotdur. Aha, bu qalsın. Deməli, cavabımın biri 1-dir. Burada özüm üçün qeyd edirəm. 1 olmayanları avtomatik silirəm. Burada var. Bunu silmirəm. Gəldik, B0'dır bu 3-cü qan qrupu, evlənib 2-ci qan qruplu ilə. Deməli, bunun A'sı var, amma bilmirəm, burada 0'dır, yoxsa A'dır. Bunların AB genotipli deməli, övladları dünyaya gəlib, bir dənə də B genotipli övladları dünyaya gəlib. İndi, əgər bunların həm AB, əgər mən burada A yazsam, ikinci qan qruplu, onda bunlardan 3-cü qan qruplu övlad dünyaya gələ bilməz. Niyə? Çünki bir dəfə B bu A ilə birləşəcək, bir dəfə də 0 bu A ilə birləşəcək. Ona görə də bunların deməli 3-cü qan qruplu övladı dünyaya gəlməyəcək. Ona görə də deməli bu da heterozigot imiş ki, bunların da övladı 3-cü qan qrupudur. 3-cü qan qrupu homozigotdur, yoxsa heterozigotdur? Baxaq, buradan B-ni alırsa, buradan da mütləq ki 3-cü qan qrupu olması üçün 0-ı alıb. Ona görə də burada biz bütün genotipləri təyin edə bildik, dəqiq bildik, amma birinci bir rəqəmi ilə işarə olunmuş həmin bu qız uşağının genotipini homozigot ya da heterozigot olduğunu dəqiq təyin edə bilmədik. Ona görə də cavabımız oldu A variantı. Davam edirəm növbəti sualımızla. 15-ci sual.
Bu şəkil yenə dərsliyimizdə var. Düzdür, belə günləri yazmayıb. Amma bu da yəni sizə açıq-aydın hər bir şeyi göstərir ki, X aybaşı fazasıdır, Y aybaşıdan sonraki fazadır, Z isə sarı cisim fazasıdır. İndi baxırıq. Z sarı cisim nəyi axtarırıq? Doğrunu axtarırıq. Aha. Z sarı cisim fazasıdır. Bəli, Z sarı cisim fazasıdır. Sonra Z fazasında yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Bəli, 14-cü gündə folikul partladı. Folikul yumurta hüceyrədən uşaqlıq borusuna keçdi. Sarı cisim fazasında uşaqlıq borusunda ola bilər. Üçüncü, X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır. Baxın, bu uşaqlığın divarıdır. Burada qopur aybaşı fazasında və düşür. Burada sonunda deyir. Baxın, burada sizcə daha qalındır ki, xeyr, burada hətta aybaşıdan sonraki fazaya keçəndə ən nazik qat buralarda yaranır. Ona görə də 3 səhvdir. 3 olan cavablarımı atacağım. Aha. Dördüncü, ovulyasiya üçün ən əlverişli vaxt Z fazasının sonudur. Z fazasının sonunda artıq sarı cisim fazası bitir, aybaşı fazası başlayır. Burada deməli, ovulyasiya 14-cü gün sarı cisiminin elə bil ki, ovulyasiya olandan sonra sarı cisim başlayır. Ona görə də 4-də səhvdir. Avtomatik 4-ləri də atıram. Y fazası 11 yaşlı qızda baş verə bilər. Y aybaşıdan sonraki fazadır. Biz demişik qızlar cinsi yetkinliyə 10-12 yaşında çatırlar. Bəli, 11 yaşlı qızda baş verə bilər. 1, 2, 5, cavab oldu 15-də Y variantı. Davam edirəm 16-cı sualla. Sxemdə verilmiş proseslərlə bağlı hansı mülahizə sağlam insan üçün yanlışdır? Baxın, zülaldır. Amin turşuya çevrilib, yəni parçalanıb. Amin turşu ikincidə biosintez reaksiyalarıdır. Birləşmə əmələ gətirib zülal yaranıb. Üçüncüdə isə zülal tam olaraq parçalanıb, artıq karbon qazı, su və azotlu birləşmələr əmələ gəlib. Bir katabolik prosesdir, yəni dissimilyasiyadır, yəni parçalanmadır. Bəli, biz yanlış axtarırıq. Doğrudur. 2 plastik mübadiləyə aiddir, biosintez reaksiyasıdır. Bəli. 2 ribosomda baş verir. Bəli, ribosomda zülal sintezi olunur. Doğrudur. 3 bilavasitə ağız boşluğunda baş verir. 3 nədir? Zülalın tam parçalanması. Bu ağız boşluğunda baş verə bilməz. Ağız boşluğunda yalnız karbohidratların həzmi gedir. Zülalların heç həzmi yoxdur ki, bu tam da parçalansın. Ona görə də cavab oldu D variantı. Gəldim 17-ci suala. Orta yaşlı sağlam insanda bir dərin nəfəs alma zamanı normada neçə millilitr və yaxud da kub santimetr oksigen ağciyər kapillərlarına keçir? Biz bilirik ki, bir dəfə nəfəs alanda 500 millilitr hava qəbul edirik. Dərindən nəfəs alanda bundan əlavə 1500 millilitr də hava qəbul edirik. Ümumilikdə 2000 millilitr, yəni 2000 kub santimetr hava qəbul etdik. İndi bundan deyir nə qədər oksigen ağciyər kapillərlarına keçər. Bilirik ki, ağciyər kapillərlarına 21% oksigeni uduruq, 16% xaric edirik. Kapillərlarımıza deməli 5% keçir. 2000-in 5%-ni tapacağım. 2000 100-dürsə, X 5%-dir. Neynədim? 100-ə böləndə elə bu sıfırları attım. 20-ni də 5-ə vurdum. Elədi cavab 100. Deməli, 17-də cavab elədi D variantı. Keçirəm növbəti suallarımıza. 18. İnsanda hansı vəzlər yalnız xarici sekresiya vəzlərinə aiddir? Xarici sekresiya vəzi, bu da 8-ci sinif dərsliyimizdə var. Yəni, bu sırf əzbərləyəcəyimiz bir şeydir. Timus daxili sekresiya vəzidir, qalxana bənzər daxili sekresiya vəzidir, böyrək üstü daxili sekresiya vəzidir, mədə altı qarışıqdır, mədə vəzləri isə xarici sekresiya vəzləridir. 19. Demək olar ki, DNT-nin ən asan sualını bura salıblar. Yəni, ən rahat sual idi məncə biokimiyaya aid olan. 2 qat hidrogen rabitələrin sayı. Biz demişik ki, 2 qat hidrogen rabitələrin sayı timin və ya adeninlərin sayına bərabərdir. 3 qat hidrogen rabitələrin sayı isə sitazin və ya guanin, demirəm sitazin və guaninlərin sayına, sitazinin ya da guaninin sayına bərabər götürürük. Çünki bir sitazinlə bir guanin bir dənə 3 qat hidrogen rabitə əsasında birləşir. İndi deyir ki, bunların sayı bərabərdir. Onda buradan nə başa düşürəm? 2 qatların sayı 3 qatların sayına bərabərdirsə, deməli adenin bərabərdir, timin bərabərdir, sitazin bərabərdir guaninə.
Və buna əsasən deyir qrafiklərdən hansı doğrudur? Adenin, guanin, sitazin nukleotidlərdir, P pentozadır, F də ortofosfat turşusu qalıqıdır. Bunlar hamısı bir-birinə bərabərdir. Baxın, adenin, guanin, sitazin, timin. Amma fosforla deməli pentoza hər nukleotidin bir fosforu, bir deməli glukozası var. Daha doğrusu karbohidratı var. Ona görə də əslində fosfatla karbohidrat onlardan daha çox olmalıdır. Baxıram, A variantında bu çox olmalıdır. Bax, B variantında görürsüz, bunlar hamısı bir-birinə bərabərdir. Fosforun pentozası ilə fosfatı onlardan çoxdur. B doğrudur. O birilərində baxın, burada bərabər ola bilməz. Bunun hər birinin pentozası, hər birinin fosfatı var. Ona görə də bunlardan elə çox olmalıdır. Burada da eyni qaydada adenin, guanin, sitazini çox götürüb. Hamısı bir-birinə bərabər olmalıdır. Ona görə də cavabımız elədir B variantı. Keçirəm 20-ci suala. Produsent, redusent uyğunluğu müəyyən edin. Produsent üzvü maddə istehsalçılarıdır. Produsentlərə hansı canlılara aid edə bilərəm? Bitkilərə aid edə bilərəm, əksər bitkilər. Avtotrof bakteriyalar, fotosintez edicini də, xemosintez edicini də aid edə bilərəm. Hətta bir hüceyrəli heyvanları da aid edə bilərəm. Redusentlər nədir? Üzvü maddələri parçalayan, yəni qeyri-üzvü maddələrə qədər parçalayan, bura aiddir bakteriyalar, bir də göbələklər, mikroorqanizmlər. İndi baxırıq. Deməli, üzvü maddələri minerallaşdıran redusentlərdir. Daha sonra fitoplankton, fito bitkidir. Onda nə oldu? Produsent oldu. B. Yalnız heterotrof qidalanır redusentlər. Sürmə göbələyi parazitdir. Bunların heç birinə aid deyil. Nə produsentdir, nə redusentdir. Hidrogen bakteriyası xemosintez edici bakteriyadır və biz demişik ki, xemosintez edici bakteriyalarda produsentlər kimi götürülə bilir. Çünki özləri hazır üzvü maddə hazırlayırlar. Deməli, 1 oldu BY, 2 oldu AC. Baxaq görək hansı variantdır. 1 oldu BY, 2 oldu AC, 20-də cavabımız oldu A variantı. Euler-Venin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Deməli, küləklə tozlanan bitkilər, həşəratla tozlanan bitkilər. Baxaq, tozlanma cinsi çoxalmaya xidmət edir. Bəli, istər küləklə, istər öz-özünə, istər həşəratla tozlanma. Bunun sonunda mayalanma dayanır. Yəni, erkəkciyin tozcuğu dişiciyin ağızcığına düşür, cücərir, tozcuq borusuyla deməli, generativ nüvə bölünür, 2 dənə sperm əmələ gəlir, mərkəzi hüceyrə və yumurta hüceyrəni mayalandırır. Deməli, tozlanma cinsi çoxalmaya xidmət edir. Hər ikisi üçün xarakterikdir. 3-ə yazdım 1-i. Sonra nektarlıq var. Həşəratla tozlanan bitkilərdə nektarlıq var. Ona görə də ikinciyə yazdım 2-ni. Çoxlu quru, yüngül tozcuqlar küləklə tozlanmaya üçün uyğunlaşmadır. İri və əlvan çiçəkləri olan həşəratı cəlb eləmək üçündür. Tozlanma çarpazdır. Həşəratla tozlanmada, küləklə tozlanmada çarpaz tozlanmanın növüdür. Biri də süni tozlanmadır bunun növü. 5-i yazdım 3-ə. Görkəmsiz və ətirsiz olanlar küləklə tozlananlardır. Deməli, 1 oldu 3, 6, 2 oldu 2, 4. Cavabımız oldu C variantı. Ondatra hüceyrəsinin hansı orqanoidlərində zülalın biosintezi gedir? Ondatra məməlilərə aiddir. Zülal biosintezi gedir ribosomda, zülal sintezidir. Onlarda xloroplast yoxdur. Mitoxondri var, hamar endoplazmatik şəbəkədə getmir, dənəvər endoplazmatik şəbəkədə gedir. Golgi kompleksində zülal sintezi getmir, çünki orada ribosom yoxdur. Xloroplast olmur, onlarda bitkilər üçün xasdır. Ribosom və mitoxondri cavab oldu Y variantı. 23. İnsanda gövdə skeletinə bilavasitə birləşmir. Əvvəlcə yadımıza salaq, gövdə skeletinə nə aiddir? Gövdə skeletinə aiddir omurğa, bir də döş qəfəsi sümükləri, yəni qabırğa, bir dənə də döş sümüyü. Bunlar aiddir. İndi baxaq görək, hansılar birləşməyəcək gövdə skeletinə bilavasitə. İki cür sümük iliyi olan sümüklər, bunlar borulu sümüklərdir. Borulu sümüklər deməli, gövdə skeletinə birləşmirlər. Bizdən də birləşməyən soruşur, deməli, biri götürdüm. Cüt sümüklər. Cüt sümüklər, məsələn, qabırğalar, yox, gövdəyə birləşən deyil. Məsələn, körpücük sümükləri cüt sümükdür, çanaq sümükləri cüt sümükdür. Bunlar da birləşir. Körpücük sümükləri döş sümüyünə, çanaq sümüyü isə deməli birləşir omar şöbəsinə. Ona görə də bu birləşir. Biz birləşməyəni götürərik. Uzun borulu sümüklər, elə iki cür sümük iliyi olan sümüklər uzun borulu sümüklərdir. Bunlar da birləşmir. Yastı sümüklər, bayaq çanaq sümüyü dedim ki, yastı sümükdür. O da birləşir.
Kürək sümükləri, bəli, kürək sümüyü bir tərəfdən körpücüyə, bir tərəfdən də bazu sümüyünə birləşir. Bu da gövdəyə birləşmir. 1, 3, 5 doğru cavabımız olacaq. Keçdim 24-cü suala. Mitozun eyni bir fazasında baş verən prosesləri müəyyən edin. Bu cümlələrin hər biri 9-cu sinif dərsliyimizdə var. Baxırıq. Vətər telləri itir telofazada. Əmələ gəlməyə başlayır profazada. Hətta tamamlanır metafazada. Sitokinez, sitoplazmanın bölünməsi telofazada. Xromatidlər qütblərə çəkilir anafazada. Vətər tellərinin əmələ gəlməsi başa çatır metafazada. Xromosomların spiralları açılır telofazada. Spirallaşır idi profazada. Deməli, eyni olan 1, 3 və 6. Cavab oldu 1, 3, 6. Keçdim növbəti, artıq 6 sualımız qalır. Doğru kəsişmələri, bu da asan, rahat bir sual idi. İnsanda toyuq korluğu 8-ci sinif dərsliyində yenə bunun hər bir şeyi qeyd olunmuşdu. 1-1 çöpçüklərin funksiyasının zəifləməsi nəticəsində baş verir. Bəli, çöpçüklərin funksiyasının pozulması nəticəsində baş verirdi. Toran işıqda görmə qabiliyyəti olmurdu. Yəni bu da ən rahat suallardan biri idi. Baxaq, bilavasitə görmə analizatorunun ikinci hissəsinin funksiyası da pozulur. Xeyr, çöpçüklər birinci hissədədir, torluq işadadır. Birinci hissədə nə idi? Reseptor olan hissə. Yəni periferik hissəsi ilə bu səhvdir. A vitamini normadan artıq olması nəticəsində yaranır. A vitamininin çatışmaması nəticəsində yaranır. Cavab oldu 1 və 2. Gəldim 26-cı sual, məsələ. Müəyyən ərazidə yayılmış çay xərçəngi, xaçlı hörümçək, may böcəklərinin cəmi 620 dənə yermə ayağı var. Bu heyvanlardan 48-i çay xərçəngidir. Aha, 620 cəmi ayağım var. 48 dənə çay xərçəngim var. Çay xərçəngində də 5 cüt, yəni 10 ədəd, bir dənə çay xərçəngində 10 ədəd ayaq var. 48-i vurdum ona, tapdım ki 480 dənə, bu 620-nin içində 480 dənə ayaq çay xərçənginin ayağıymış. 620-dən də 480 çıxdım, qaldı 140 dənə ayaq. Bunun içində həm hörümçək var, həm də böcəklərin ayaqları var. Deyir ki, xaçlı hörümçəklə may böcəyin ətraflarının sayı 4-3 nisbətində olduğunu bilərək. Yəni 4x qədər hörümçəkdə, 3x qədər isə may böcəyində var. Nə edəcəm? 4x üstə gəl 3x, yerdə qalan ayaq nə qədərdir? 140 dənə ayaq. 7x bərabərdir 140-a, x-ım da bərabərdir 20-yə. İndi xaçlı hörümçəyin özünün nə qədər olduğunu soruşur. Əvvəlcə gəlin xaçlı hörümçəyin ayağını tapaq. 4x yazmışdım, yəni 4 vurulsun 20, 80 dənə cəmi xaçlı hörümçək ayağı var. Bir xaçlı hörümçəkdə neçə dənə ayaq olur? 8 dənə, 80-i də böləcəm 8-ə, deməli 10 dənə xaçlı hörümçək var imiş. Gəldim 27-ci suala. Bu da rahat sual idi. 6-cı sinif dərsliyinə əsasən, yox, 6-cı sinif dərsliyi yox bu, həm orada meyvə tipinə görə, həm də əslində fəsilələri də bilsək, yəni bunu rahatlıqla həll edə biləcəyimiz bir sual idi. 1-yə baxırıq, meyvəsi gilə meyvə olsun və 2 ləpəli bitki olsun. Deməli, həm meyvəsi gilə olsun, həm 2 ləpəli. Biber gilə meyvəlidir, 2 ləpəlidir. Dağ laləsi 1 ləpəlidir, qutudur. Quş əppəyi 2 ləpəlidir, amma meyvəsi buynuz meyvədir. İnci çiçəyi 1 ləpəlidir, gilə meyvədir, yabanı ağ turpda 2 ləpəlidir, buynuz meyvədir. Ona görə də 1-ə getdi ancaq A. İndi 2-yə 2 ləpəlidir, çiçəkləri 6 erkəkçiklidir. 2 ləpəli olsun, çiçəyi də 6 dənə erkəkçik olsun, bu xaç çiçəklərə aiddir. Xaç çiçəklərə aid də mən quş əpbəyi deyəcəm, bir də yabanı ağ turp deyəcəm. Xaç çiçəklər fəsiləsinə aiddir bunlar. İndi gəldik 3-cüyə. Çiçəklərinin 6 erkəkciyi var, meyvəsi gilə meyvədir. Deməli, bu zambaqlar fəsiləsinə aid olan bitki ola bilər. Zambaqlar fəsiləsinə aid 2 dənə bitki var. Biri dağ laləsidir, biri inci çiçəyidir. Mən bura yalnız inci çiçəyini yazacağım. Niyə? Çünki gilə meyvəli soruşur. Dağ laləsinin meyvəsi qutu meyvədir. Ona görə də dağ laləsini heç bir yerə qeyd etməyəcəm. Gəldim nəhayət situasiya sualına. Həkim müayinəsinə gələn 2 pasiyent 40 yaşlı İskəndər, 15 yaşlı Ayxan müayinədən keçdikdən sonra məlum oldu ki, İskəndərdə A şəkili, Ayxanda isə B şəkili. Ayxan. Problem müşahidə edilir. A nədir? A podaqa xəstəliyidir. Podaqa xəstəliyinin əsas, yəni bu şəkli 11-ci sinif dərsliyində var.
Və podaqa xəstəliyi də dedik ki, maddələrin mübadiləsinin pozulması nəticəsində baş verir, tibik turşusunun miqdarı artır. Yəni bu ayaq üstə tələ də adlanır bu xəstəlik. Bu 11-ci sinif dərsliyində bu məlumatlar var. Bəs B nədir? B də skoliozdur. Baxın, yanlara əyilmədir. İndi 28-ci sualın, daha doğrusu bizdən nə istəyir ona baxaq. İskəndər və 1, Ayxanın 2 problemi necə adlanır? Şəkildə B-də göstərilən sümüklərin sınığı zamanı ilk yardım necə edilməlidir? Deməli, İskəndər A idi. Nə idi bu? A, podaqa. Yəni birinciyə yazacağım podaqa. İkinciyə nə yazacağım? İkinciyə Ayxanın xəstəliyi. Deməli, Ayxanın xəstəliyi də skolioz. Skolioz. B-də göstərilən sümüklərin sınığı zamanı ilk yardım necə edilməlidir? Onurğa sınığıdır, bərk yerdə üzü üstə uzadılmalıdır. Onurğa sınığı zamanı. Arxası üstə uzatmaq olmaz, üzü üstə uzatmaq lazımdır. 3-ə də bunu qeyd edirik. Gəldik 29-a. X, Y, Z və T-ni müəyyən edin. Edək, şəkil A-da göstərilən problem, şəkil A-da podaqa idi. İnsan skeletin hansı şöbəsinə aiddir? Şəkildə də gördük ki, ətraf hissəsinə aiddir, özü də aşağı ətrafa. B-də göstərilən problem skeletin hansı şöbəsinə? Onurğa. Onurğa da hansı şöbəsinə aiddir? Gövdə. Deməli, Z nədir? Əsasən hansı növ sümüklərin birləşməsinin fəaliyyətini məhdudlaşdıra bilər? A xəstəliyi oynaqlardadır. Oynaq da necədir? Hərəkətli. T əsasən yenə hansı onurğadır? Onurğada da yarım hərəkətli deyəcəyik. 30-cu sual. Hansı pasiyentin və yaxud da pasiyentlərin mövcud sağlamlıq problemi olmasaydı, sümük iliyi donoru ola bilərdi? Cavabınızı əsaslandırıb yazın. Burada deməli, donor olmaq üçün müəyyən qaydalar var ki, 18 yaşına çatmış, əqli və ruhi cəhətdən sağlam olan hər kəs orqan bağışlaya bilər. Bu, 18 yaşına çatmış orqan bağışlaya bilər. Amma bir istisna var idi ki, 8-ci sinif dərsliyimizdə də qeyd olunmuşdu ki, donorun yaşı 18-ə çatmadıqda ondan yalnız sümük iliyi götürülə bilər. Bizdən də sümük iliyini soruşduğuna görə düzdür, Ayxanın yaşı 18-dən aşağıdır, amma sümük iliyini soruşduğuna görə həm Ayxan, həm də İskəndər hər ikisi də donor ola bilər. Çünki orqan yox, sadəcə sümük iliyini götürürlər. Bu da oldu 1 iyun 4-cü qruplar üçün keçirilmiş 1-ci blok imtahanının suallarının izahları. Hər birinizə uğurlar. İnşallah ki, zəhmətinizin bəhrəsini görərsiniz. Sağ olun.